hamı salamlayıram, təşəkkürümü bildirirəm ki, tədbiri sahib gəlməsi, bugünkü tədbir Hacıqabul gölünün qurulmasına alındı. Hacıqabul gölünün qurulmasına. Bu il biz ölkədə konstitusiya və suverenlik illidir. Bununla əlaqədar olaraq xahiş edirəm şəhidlərin ruhunu bildirmək. Tədbirin planı belə olacaq. İlk öncə koalisiyanın, yəni idarə edən üzvü Sabir Həsənov təqdimatla çıxış edəcək. Sonraki müzakirələr üçün reqlament olaraq 3-5 dəqiqə vaxt ayırılır. Şimdi sözü olacaqsa sözü verirəm Sabir bəyə. Mən də hər birinizə xoş gəldin deyirəm. Ekoloji qadınların müzakirələrdə biz görüşmüşük, müzakirə aparmışıq. Bugünkü müzakirəmizin mövzusu Hacıqabul gölü barədədir. Bildiyiniz kimi göl artıq quruma xəttindədir, son nəfəsini verir və bu gölün problemləri, niyə bu göl quruyub ki, nədən bu vəziyyətə düşübdür, bu mövzuda istəyirik sizlə bir diskusiya aparaq və çalışaq ki, ictimai rəyin bu gölün bərpa olmasına yönəlir. Mən Yaşıl Dünya Ekoloji Dəyişim İdarə Etmizliyəm və məlumatlar orada var. Şəkillərə siz baxsanız əvvəlki vəziyyətidir, bu da son vəziyyətidir. Yəni Bildiyiniz kimi Hacıqabul gölü Azərbaycan arasında çox qədim göllərdən biridir. Yəni, ədəbiyyat məlumatlarına əsasən bu göl Tetis okeanından qalan yeganə göldür. Əvvəllər bunun suyu şorluqdur, yəni buzluqdur. Milyonlar il ərzində baş verən tektonik dəyişikliklər əsasında o bir neçə yerə parçalanır və hazırda son dövrlərdə Kür çayından gələn kanal vasitəsilə qidalanmaqla onu Sovet dövründə xüsusilə saxlamaq və istifadə etmək ondan mümkün olmuşdur. Göl doğrudan da biomüxtəliflik üçün çox zəngin bir, qeyri-adi bir göllərdən biri oldu. Həm tarixi baxımdan, həm ərazi baxımdan və bu göl eyni zamanda Ramsar konvensiyasının nəzarətində olan və onun siyasətində olan göllərdən, ornitoloji ərazilərdən biridir. Bu göl əvvəlki vəziyyətidir. Bu göl əvvəllər Qarasu və Şilyan göllərinin daxil olduğu geniş bataqlı ərazinin sadəcə bir hissəsidir. Sonradan Qarasu və Şilyan gölləri qurulduğuna görə deməli, yeganə qalan göl Hacıqabul gölü olubdur. Və bu göl sonradan Sovet vaxtı müəyyən yolların çəkilməsi, magistral yolların çəkilməsi Kür çayı ilə göl arasında olan əlaqəni itiribdir və bu gölü su ilə təmin etmək üçün 6 kilometrlik bir kanal çəkibdir. Və kanala da su vermək üçün nasoslar işləyibdir Sovet vaxtı. Çünki Sovet dövründə bu göldən çox istifadə olunubdur. Həm müəyyən yarışların keçirilməsi, eyni zamanda balıq tutulması, eyni zamanda çox nadir quşların olması bu göl həm iqtisadi əhəmiyyətinə görə, həm ekoloji əhəmiyyətinə görə birinci yerdə dayanan göllərdən biri olubdur. Sonradan Sovet hökuməti dağılandan sonra bütün ölkələrdə, bütün respublikalarda bir krizis dövrü başladı. Ondan sonra nə nasosu işlətmək üçün, nə kanalın özünü təmizləmək üçün nə struktur qaldı, nə maliyyə vəsaitlər oldu və 90-cı illərdə demək olar ki, göl tamamilə sıradan çıxdı. Göl kifayət qədər böyük bir ərazini əhatə edir. 6600 hektar ərazidir, 6.600 kadar kilometrdir və müqayisə eləsək bu göl Urmiya gölü ilə eyni ölçüdədir. Yəni o dərəcədə böyük bir göldür.
köçəri quşların qışlama və dayanma yeri olmuşdur daima. Nadir balıq növləri ilə zəngindir. 20-dən artıq orada balıq növü olubdur. Sahilində deməli 50-dən çox quş növü yaşayıbdır və o növlərdən onun qırmızı kitabdadır. Burada hazırda o stolun üstündə qoyulan qırmızı kitaba düşübdür. Flamingolar olubdur, nadir flamingolar. Və bu gölün qurulması eyni zamanda həmin ərazidə olan Şirvan şəhəri və Hacıqabul şəhərinin ekoloji mühitində dəyişikdir. Çox zəngin böyümlükdür, qeyd edildiğim kimi çox zəngin böyümlüklərdir olan göl olubdur. Səhrai flamingolar olub orada, bu quşlar olubdur burada. Ağbaşlı ördək olubdur, yəni ki, nadir quşlardan biridir. Yəni bu gölün 100-150 ədəd orada olması dünya biyologları üçün çox nadir bir deməli növlərdən biri idi. Burada deməli dalmatyan qutanları, beylik quşları, lav quşları və digər bu nadir quşların növləri bu göldə məskunlaşır. Və gördüyünüz kimi indi gölün faktiki vəziyyəti bu vəziyyətdədir, deməli tamamilə quruyubdur və hətta yaşayan evləri artıq o gölün olduğu əraziyə tərəf genişlənibdir. Gölün qurulma səbəbləri nədir? Bayaq qeyd edildiğim kimi 1990-cı illərdə Sovet dövləti dağıldıqdan sonra bir növ ölkədə bütün respublikalarda olduğu kimi Azərbaycanda böyük bir krizis dönümü oldu. Bu təxminən bir 10 il çəkdi. Və bu zaman orada olan deməli su mənbələri demək olar ki, tamamilə dayandı. Həm kanaldan su olmaq mümkün olmadı, həm eyni zamanda nasos stansiyaları sıradan çıxdı və vaxtilə o zəngin balıq növləri olan bu göl geniş molluska və xərçəngçilər növü olan göl tədricən yavaş-yavaş qurudu. Arada yavaşlı havalar olanda gölə müəyyən qədər su gəlirdi, ancaq bu qısa müddətli dövr olduğuna görə sonradan tamamilə gölün qurumasının biz şahid olduq. Və orada qeyd edildiyiniz kimi orada həmin o deməli növlərdir, mollusklardır, ilbizlərdir, xərçəngçilərdir, şansçı quşların və eyni zamanda digər canlıların yem kimi istifadə edildikləri yem. Bu biz Ramsar Konvensiyası haqqında geniş istədik məlumat verək ki, bu konvensiya sırf bataqlıqlar haqqında, su bataqlıqları haqqında konvensiyadır. 1971-ci ildə İranın Ramsar şəhərində imzalanıb. Onun əsas əhəmiyyəti beynəlxalq əhəmiyyət kəsb edən balıqların və onların bataqlıqların onların ehtiyatlarının qorunmasıdır. Ramsar Konvensiyası 3 ildə bir dəfə konvensiya imzalamış tərəflərin nümayəndələri konvensiyanın işinə rəhbərlik etmək və onun işini yaxşılaşdırmaq və qərar qəbul edən və konvensiyanın siyasət aparan razılığa gələn tərəflərin konfransı Conference of Contracting Parties keçirirlər. Bütün o dünya üzrə olan bu cür yerlər, bu quşların, köçəri quşların yeri, biyologları zəngin olan və qorumaq təhlükəsi olan bataqlıq və göllərin deməli onların mühafizəsini həyata keçirirlər. Deməli bu siyahıda 2331 deməli ədəd göl var. Təxminən 1 milyon kvadrat kilometr ərazini əhatə edən beynəlxalq əhəmiyyətli siyahı 2018-ci ildə hazırlanmışdır. Siyahıda ən çox ərazilərə malik ölkələr 175 ərazidir. Birləşmiş Krallıq 142 ərazi və Meksika bu siyahıda öncülük edirlər. Siyahıda olduğu ölkə təxminən 148 min kvadrat kilometr ərazisi olan Boliviyadır, Cənubi Amerikada Boliviyadır. Və Azərbaycan Ramsar Konvensiyası 2000-ci ildə ratifikasiya edildi və Azərbaycanın Ağgöl və Qızılağac gölləri həmin o konvensiyanın siyahısına daxil edildi. Bu, yəni siz çox yormadan əsas tezisləri çatdırdıq və bu nə etmək olar? Yəni bu cür nadir bir göl həqiqətən də deməli həm ölkə üçün, həm region üçün lazım olan nadir bir gölün qurulması həm ekolojik hərəkətdir, həm o iqtisadi cəhətdən səmərəsizdir. Çünki orada müxtəlif balıqları yetişdirməklə deməli 2-ci Dünya müharibəsi dövründə hətta onu cəhbiyə göndərirdilər
və sonra həmin o balıq növlərini satış həyata keçirilirdi, Rusiyanın müxtəlif şəhərlərinə göndərilirdi və eyni zamanda orada həddindən çox quş növləri olduğuna görə o üçün və ümumiyyətlə iqtisadi əhəmiyyəti həddindən artıq yüksəkdir. Yəni biz düşünürük ki, bu mövzunu gündəliyə gətirməklə, bir növ ictimai müzakirə təşkil etməklə biz quruyan bu fəlakət həddində olan bu gölün gələcəkdə bərpa olunmasına bir təşəbbüs üçün bu tədbiri keçirməyi biz idarə etdiyin bir işlə qərarlaşdırmışıq. Və bizim təkliflərimiz nədir? Nə olmalı? Nə etmək olar? Gölün bərpası üçün yağış sularının axın yolları açılmalıdır. Yəni orada o 90-cı illərdən sonra hətta axan o yağışların suyunun yerləri də müəyyən insanlar tərəfindən deməli zəbt olunub deyək buna və yaxud icazə ilə götürüblər və yağış suları artıq ora axmır. Və yəqin ki, bir-iki il bundan qabaq siz televiziyada gördünüz, Acıqabı gölündə artıq nədir? Sel fəlakəti bir yaşandı, bir-iki il bundan qabaq. Bu onunla bağlı idi ki, gölə axın qabağı dayanmışdı və su ora deməli axmaq imkanı itirmişdi. Həmin o kanalı bərpa etmək təkliflərimizdən biridir. Yəni düzdür kanal o yol kəsdiyinə görə nasosların vasitəsilə vurulur orası. Deməli, Şirvan elektrik stansiyasının suya axıdan isti suları çox qaynaşlı olduğuna görə müəyyən qədər o biyoloji müxtəlifliyə mənfi təsir edir. Bunların ölməsinə şərait yaratılır. Onlar biraz soyulur, axıdılmalıdır. Acıqabı şəhəri tullantı suları təmizlənməsi və sonradan axıdılması təmin edilməlidir. Yəni bu da bir problemdir. Çünki Acıqabı şəhərinin kanalizasiya suları birbaşa göl axıdılığına görə göl artıq biomüxtəlifdir, eyni zamanda çirklənmə mənbəyi kimi qalıbdır. Deməli, həmin ərazi, indi burada Ekologiya Nazirliyinin nümayəndələri iştirak edirlər. Təkliflərdən biri odur ki, qoruq sahəsi elan olunsun. Gölün ətrafında əgər biz o gölü bərpa ediriksə, turistlər üçün cəlb edici bir məkanlarda bir zamanlar Sovet vaxtında deməli, bu yarışlar keçirdik, qayaq yarışları və digər yarışlar keçirmək, turistləri ora cəlb etmək mümkün olmuşdur. Çöl quşlarının miqrasiya yolunun üstündə olduğundan və burada təxminən hesablamalara görə 15.000 gələn və geri qayıdan 25.000-ə qədər təxminən 20-25 min quş orada deməli ildə keçid vaxtı orada mövsüm olaraq həmin yerdə dayanmaq kimi istifadə edirlər. Bu da əhəmiyyətli bir deməli əhəmiyyətli bir təklifdir. Yəni bizim əsasən silgi olmadan deməli Acıqabı gölü barədə bütün deməli əsas müxtəlifliyi və digər zəngin ekoloji mühitini bərpa etmək üçün silgi olmadan bu məlumatları sizə təşkil edir. Diqqətinizi görə təşəkkür edirəm. O da gölün son şəkilləri ki, görürsünüz ki, tamamilə qoruyubdur. Müzakirələrə başlaya bilərik. Yəni kimsə sualları və təşkilləri. Mənim bir sualım var. Yəni güman edirəm hamımıza aydın olsun da. Buna yığılmağımızın əsas məqsədi nədir? Bu bir cümləni deyin ki, hamımıza aydın olsun. Yəni bu problemlə əlaqədar olaraq ictimaiyyəti bərpa istəyir. Yəni dövlət orqanlarına bir xəbərdarlıq göndərmək istəyirik ki, yəni belə bir problem var. Tək Acıqabı göl deyil. Mənim üçün əsdirlər ki, bir çox Azərbaycanda göllər var. Yəni quraqlıq baş verir, su problemləri var. Ölkənin su problemləri var. Burada əsas məqsədlərdən biri də oldu ki, Samir müəllim qeyd elədiyi kimi, yəni diqqəti bura cəlb edir. Düzdür, dövlətin bir proqramı var. Cənab Prezidentin keçən il aprel ayında çıxışı var. Orada böyük bir kanal çəkilməsi planlaşdırılır və kanalın son hədəfi Acıqabı gölü kimi nəzərdə tutulur. Və o kanalın tikintisi, indi tam məlumatı deyiləm, yəni başlamış bilmirəm. O kanal tikilsə, məsələn, son nöqtə kimi oraya əgər su gəlsə, o gölü bərpa olur. Bir də xüsusilə bu qış aylarında, yəni suvarmaya su az ehtiyac olan dövrdə həmin gölü su ilə doldurmaq olar. Məsələn, onu bir dəfə doldurmaq mümkün olsa, uzun illər o davamlı olaraq orada qalacaqdır.
Yəni fikrimiz odur ki, yəni bunu bir ictimai diqqəti cəlb etməklə, həm də dövlət təşkilatlarının təklifləri ilə birlikdə bunu bir müzakirə çıxardaq ki, yəni bu gölü bərpa edə bilir. İcazənizlə mən də Buyurun. Azərbaycan Dövlət Sürekliyatları Su və Meliorasiya Kompleksinin Layihələndirmə İnstitutu Publika Uşaqsının sədri Elbrus Paşayev. Yanında da Məmməd Əsədov, İnstitutun baş mühəndisi. Mən 20 ildir direktoram. 10-18 ilini bu işlə məşğul olduq. Gətirdik. Axıra çatdıranda vəsait ayrılmadı, o məsələdə eləcə qaldı. Burada məsələ bir bu ilə bitmir. Burada böyük problemlər var gölün özündə. Problemlər nədən ibarətdir? Onun cənub tərəfində 32 dənə ev var. Sabahların bunu su ilə dolduranda o evlərin mütləq və mütləq mühafizəsi məsələsi ortaya çıxmalıdır. Gölün gedəndə sol tərəfində yol var. Yolun mühafizəsi olunmalıdır, mütləq dambası vurulmalıdır. Dambasından sonra kollektor drenaj sistemi çəkilməlidir ki, yola problem yaratmasın. Ən böyük məsələlərdən biri də odur ki, deməli, bu ilə əlaqədar olaraq reallığa keçəndə dəfələrlə biz buna tədbirləri eləmişik. Yəni, nə tədbirlər görülməlidir? Bir hələ içəridə yaşadıma düşdü, neft quyuları da var. Keçmiş neft quyuları. Səhv eləmirəmsə, bir 7-8 il bundan əvvəl onun içərisində biri işləyirdi. Gölün içərisində də. Bəli, mühafizə zonasındadır bu düşübdür orada. Bir neçəsi isə artıq deməli, funksiyasını itirmiş, işləməyən quyular idi. Sözsüz ki, göl doldurulursa, onun da bir tədbirləri, mütləq ekoloqlar bilirlər bu işləri yaxşı, tədbirləri görülməlidir. Son 2013-cü ildə deməli, bu rayon icra hakimiyyətlərində vəsaitlər ayrıldı. Torpaq sahələrinin suvarılması, meliorativ tədbirləri nəsə indi prezidentə müraciət eləmişlər, filan düşməkən ki, eləyə bilərik, nə eləyə bilərik, neysə, verildi, onlara vəsait ayrıldı. O vaxtı biz Kür çayından Üzən nasos stansiyası qurmaqla 4 kub suyu bu gölün ətrafı ilə aparıb, gətirib yola tərəf baş hissədə görmüşsünüz, bir nasos stansiyası tikilibdir. O nasos stansiyadan, deməli, 3 kubda Navaydakı torpaq sahələrinin suvarılması üçün nəzərdə tutulmuşdur. Deməli, nasos stansiya tikildi. Oradan yuxarıya olan 2 dənə minlik boru ilə borular da çəkildi. Gölün qırağında bəlkə görmüş olarsınız, kanal da çəkildi, beton kanal da çəkildi. İntihası 11 hissəsi torpaq kanal o vaxtı 10-5 kilometr olan hissə qalıbdır. Üzən nasos stansiyası alındı, nə bilim, nasosları alındı falan və s. Sonra kəsildi. Kvadratçı da apardı, qoydu qapısında 2 qardaşına, bax, pulumu verərsiniz, mən alırım, qoymuşam. İşlədərəm. Biz onda 2 yerdən bir, deməli, elə bil ki, nasos stansiyası saxlanılıbdır, bu birisindən vurub 1 kub su tullayıcı kimi nəzərdə tutmuşduq ki, 1 kub ancaq göl üçün. Bir də nasosun yanında su buraxıcı qoymuşduq bunun üçün ki, qış aylarında deməli, suvarmaya üçün su lazım olmayanda elə 4 kubun 4-ünü də biz ora verə bilək. Plus göldür bu gölü, bir dəfə doldurdum, bitdi, yox, xeyr, belə olmur. İndi Allah'a şükür, ekologlar yaxşı bilirlər. Əgər burada balıq olacaqsa, quşlar olacaqsa, mütləq bunun sirkulyasiyası getməlidir. Hardansa suyu verirəmsə, digər bir tərəfdən də bir drenaj sistemi eləyib, axın aparıb, onun da icazəsini falan almışdı o vaxtı, Şirvan kollektoruna tullanması. Bax, layihənin bir hissəsi belə, yəni, vəsaitdən asılı olası bir şeydir. Bunu ayırsaydılar, bu məsələ demək olar ki, həll eləmək mümkün olardı. Amma bu, meliorativ layihənin tərkibində də ancaq suyun verilməsi, dediyim o dambaların vurulmasıdır, filandır, fişməkandır, o bura aid deyildi. İndi ikinci bir məsələ, bildiyiniz kimi, Cənab Prezidentin sərəncamı ilə yuxarı Şirvan kanalı, adı dəyişdirildi oldu, Şirvan kanalı, bu kanalın da tikintisinə artıq başlayıbdır.
Çox güman ki 27-nin sonuna bu bitməlidir. Bəlkə də ola bilsin biraz tez olsun, çünki işlər maşallah yaxşı gedir. Onun zbrosu isə, yəni axırıncı, yadınızdasa açılış da elə gölün yanında olmuşdu. Bax, orada nəzərdə tutulubdur ki, oradan suyun həmən gölə verilməsi və bu gölün dirçəlməsi. Yəni sözümün canına götürürəm ki, bu bugünün məsələsi deyil, bəlkə də bir 20 ildir biz bunu hər dəfə çıxış edirik və təkliflər veririk ki, bunu yaradaq. Doğrudan da o gölün çox böyük əhəmiyyəti var. Onun bəlkə də indi cavanlar o qədər görmür, amma yaşlı nəsil bəlkə də onu görüb. Onun gözəlliyi həddindən artıq böyük olubdur. Plus onun mühafizə zonasında bir meşə zonağının salınması da pis olmazdı. Məsələn, bu da nəzərdə tutulsa çox yaxşı olardı. Çox nadir, düzdür ki, nadir balıqlar olubdur orada. Amma öyle bunun hesabına ki, külün daşması hesabına basıb gətirib oralara tutan düşməkdən və bunun hesabına da burada bu şeylər belə bir təbii deyək də fauna yaranıbdır. İndi yaxşı sualı verdiniz ki, konkret nə qoyuruq ortalığa? Necə çıxağın ortalığa ki, qardaş, doğrudan da bu gölü biz dirçəldə bilək. Yəni, görülmüş tədbirlər müəyyən zamandan sonra ora suyun verilməsi olacaq. İndi biz o əvvəlki dediyim o nasos stansiyası olan variantı da gənə diqqətdə saxlayırıq. Hər il hökumətə müraciət olunur ki, bəlkə indi su ehtiyatları agentliyinə vəsait ayrılarsa, bunu heç olmasa hastana bitirməyə mümkün olsun. Hatası biz öz xəttimizlə müraciət edirik ki, navayini ortaya qoyaraq ki, oradakı bir belə sahələrin suvarılması. Amma bu ilə bərabər, yəni ora su verilməsi məsələsi də ola bilər. Amma dediyim kimi, o digər məsələlər, günlərim su gəldi, su da gəldi, bastı. Sabahlarım o 32 bin evin orada kim cavab verəcəkdi? Yəni 32 ev ayrıca yaşayış məntəqəsi, yoxsa sonradan salınmış elə bir gecə qondular kimidir? Yox, gecə qondur, normal evlərdir. Şirvan şəhərinin ərazisidir oraya yoxsa? Bəli, genişlərin də o tərəf genişlərin əməlli başlı gəliblər, ora gəlibdir. Bu var, yol var, yəni dediyim o ki, o dambalarda bir vəsait aparacaq sunmalardır. Yəni, bugün Balaxanı Gölü ətrafındakı yaşayış məntəqələri gözləb dövlət tərəfindən özü mülkiləşdirilir, yenidən alınır. Orada o dövlət siyasətləri o yerinə getməmişəm ki, bunun rəsmidir, sənədi var, yoxdur, filan da o şeyə qarışmamışım. Amma fərq etməz, əgər sabahlarımdakı məsələ o şəkildə qoyularsa ki, bu evlər buradan köçürülsün, ev varsa, vəsait qoyulubsa, filansa sənədi olmadı ona kompensasiyası verilməlidir. Yəni bu da var. Yəni bu məsələləri biz dəqiq araşdırılmalıdır. Yəni burada ictimai təşkilat kimi sağ olun, bir də qaldırmışsa məsələni yaxşıdır. Amma burada yenə deyirəm ki, Ekologiya Nazirliyinin, yəni balansda ekologiyada da səhv eləmirəmsə də deyil. Ekologiya balansındadır. Bəli. Yəni bu məsələlər qoyulmalıdır ki. Orada heç nə yoxdur. Balanslıdır. İndi bilmirəm də nədir, nədir, indi bir göl kimi kitsə var da, hədə bu olmalıdır da. Mahmud Çala məsəl üçün bildik ki, ekologiyanın ki, indi o məsələsi qaldırdılar, sağ olsun eləsinə getdik, araşdırdıq, elədik. İndi bir konseptual layihə hazırlamış ki, orada da su səviyyəsinin düşməsinin qarşısını almaqdan ötəri hökumətə müraciət eləyək. Vəsaiti planı, peşməkanı hesablanılıbdır. İndi müraciət edəcəyik. Allah kərimdir, nəsə bir şey olar. Çox sağ olun. Geniş məlumatlandırdınız, görülüşləri. Araşdırmışıq, yəni xeyli iş görülübdür. Elə siz də xeyli hissəsini danışdırdık. Məsələ budadır ki, bu həm də Ramsar Konvensiyasının bir tərəfi. Ramsar Konvensiyasından istifadə etməklə müraciət edib beynəlxalq təşkilatları bura cəlb etmək mümkündür yoxsa yox? Bu istiqamətdə nə iş görülür? Yəni, çünki bu vəsait həm nasoslar stansiyası bərpa olunmalıdır, o vaxt Sovet dövründə elə saxlayıblar onu. Nasosla vurulur. O vaxt elə olubdur, emindən göldən gelibdir söhbət. İndi söhbət ondan gelir ki, deyirəm, bu hissəsi həll olunur. Bax, bu dediyimiz o konvensiyada ki, qoşulmuşuq, ya beynəlxalq təşkilatlardır, falanlardır. Bununla əlaqədar ayrılmasına imkan varmı? Yəni, mən ora qədər çıxa bilmirəm. Mən dövlət səviyyəsində, yəni, daxildə. Bu da Ekologiya Nazirliyi tərəfindən
O da həm konstitusiyaya toxunur. Həmçinin var. Belə deyək, 70-ci ilin əvvəllərindən həm elmlər namizədi, həm elmlər doktoru sahəsində göllərlə həmişə məşğul olmuşam. Mən bu göllə çox yaxşı tanışım. Onu tərifləmək üçün demirəm. Tarixi gətirib çıxartmaq istəyirəm. Mənə tarixə belə baxmalıdır. Mənə elə gəlir bu göl. Elə ki, Mingəçevir su anbarı başladı doldurulmağa, daha doğrusu doldurulmamışdan əvvəl dövlət qarşısında bir fikir yarandı. Kürətrafı göllərin sabahki günü nə olacaq? Ümumi fikir yarandı ki, 99% quruyacaqlar. Başqa cür ola da bilməz. Ona görə ki, yağış 250 millimetrdir, 1100 millimetrdə buxarlanmadır. Bu, yəni, Rus demişkən adına birazdan. Bunun üstündə deyəməyə deyilməz. İndi gələk yavaş-yavaş bu Hacıqabul gölünün üstünə. Hacıqabul gölü müəllim çox yaxşı, həm də o da qeyd etdi ki, o vaxtı biz deyirik ki, balıq təsərrüfatı elə-belə böyük, tək elə deyil. Yaxınlığında deyəndə hədə nisbətən yaxınlığında. Sarsudur, Ağgöldür, orada tutulan balıqlar da rıbkombinat buradaydı, bura gəlir. Ona görə də bunun adı həddindən artıq şişirdilirdi. Əslən şişirdilməli elə böyük bir şey də yox idi orada. Elə ki, biri oldu Qoruq, o birisi Sarsun vəziyyəti lap pis vəziyyətə düşdü. Yəni su ehtiyatları. Bu özü də başladı qurumağa Hacıqabul. Sözsüz ki, rıbkombinat öz-özünə bağlandı. Yəni balıq yoxdur, kombinat nəyə lazımdır? Amma 70-ci ilin əvvəllərində mən oranı dənizə oxşayan kimi hələ görmüşəm. Barkazlar üzürdü, rıbkombinat işləyirdi, çoxlu fəhlələri var idi. Böyük miqdarda quşlar ora, köçəri quşlar otururdu, qalırdı, yuvalayırdı, sonra köçürdü və s. Bunu qoyun bir dəqiqə keçim. Burada söhbət getdi ki, Ramsar sahələri. Ramsarın sahəsi profili köçəri quşlardır. Ona görə köçəri quşlarla məşğul olan bir ornitoloq çağırmaq lazımdır. Burayla da ömür boyu məşğul olan Elçin Sultanov olub. Heç olmasa onu çağırmaq lazım idi. O Ramsarın burada nə inədiyini, yəni mən də onlarla iştirak eləmişəm, ona görə deyirəm. Elə 80-90-cı ildə o daha yaxşı informasiya verə bilərdi. Neyse, ondan keçək. Məni Mingəçevir su anbarı ki başladı doldurulmağa, onda dövlət bir sıra layihə və elmi tədqiqat institutlarının qarşısında məsələlər qoydu. Bunları necə bərpa edir? Bax, o vaxtı mənim yadımda deyil, amma heç olmasa bir 5-6-sını mən gözümlə görmüşəm. Layihələr var ki, Hacıqabul gölünü necə bərpa eləsinlər. Bir 5-6-sını mən gözümlə görmüşəm. Əməlli başlı layihələrdə Bak Hidroproyektin, Azgiprovodxozun, Həştərxanda Rıb proyekt, bəlkə adını yaxşı demirəm. Neysə, balıq təsərrüfatlarının artırılması ilə olan bir institut, onların layihələri var və s. Bu layihələrin tarixi gedir çıxır 50-ci ilin axırlarında. Oradan başlamış bu axır gün, indi bu da 2000-in axırlarını deyə bilmərəm, xəbərim yoxdur. Amma bir 5-6-sını elə mən görmüşəm. Mən görmədiyimdə yəqin başqaları var. Yəni əvvəl baxmaq lazımdır ki, bax bu layihələrdə nələr göstərilib, nələrə təkan verilib ki, bu işlər olsun. Digər tərəfdən, yadımda deyil neçənci illərdir, 60-ın deyəsən ortaları zad idi. Azineft o vaxtı burada Hacıqabul gölü bürüsü 2 hissədən ibarətdir. Şimal hissəsində danışılan isə şimal hissədir. Bir də var cənub hissə, hansı ki vurulublar. Hacıqabulun cənub hissəsində perspektivli neft sahələri bunlar tapdılar. Demək olmaz ki, bu neysə böyük bir yataq idi, yox. Amma perspektivliyi var idi. Dövlət bilirsiniz, Sovet dövləti idi. Neftin adı gələn kimi daha az qalırdı insanların üstündən geçsin ki, neft lazımdır. Bağladılar damba ilə, torpaq dambadır. Şimalla cənubu böldülər. Cənubu qaldı boş. Boş deyəndə elə xırda bataqlıq boş kimi belə bir yer. Sonra da çöllü, təpəli, dərə təpəli bir yerə döndü. İndi söhbət gedir şimalından.
Amma mən indi başa düşmək istəyirəm ki, siz nədən danışırsınız? Həm şimal, həm cənubundan, ya ancaq şimalından? Əgər ancaq şimalından danışırsınızsa, bu bir məsələdir. Əgər cənubu da, mən bilən sonra orada da neft məsələsi ortadan çıxdı. Hardasa 90-ın axırlarında, zaten mən bir-iki də burada olanda o soruşmuşdum ki, buradan neft çıxırdılar. Yəni, gəldilər, razvetka işlədi bir neçə vaxt. Neft var, ona pul qoymağa deyməz, yəni o qədər azdır, dərindədir və s. Bilmirəm nə vəziyyətdədir. Hər halda mənə elə gəlir ki, orada neftsat çıxardıb eləmirlər, amma ilkin o məlumata görə gölü böldülər iki yerə, aşağı, yəni cənub hissəsindəki qurudu. Hə, cənub hissəsindəki qurudu. Şimal isə su gəlmir ora. Biləm, yəni söhbət ondan gedəkcə də biz bilirik, o problemləri də araşdırmışıq ki, problemlər var ki, bu quruyub da belə günə düşübdür. Yəni biz deyirik ki, yəni bunun bir perspektivini biz müzakirə eləyək ki, nə etmək olar? Məsələn, müəllim layihələr haqqında danışdı, ölkə prezidentinin çıxışı var, kanalın ora yönəldilməsi. Yəni bu və digər məsələlər, bu təkcə orada iqtisadi amil deyil də, orada həm ekoloji amil var. Orada suyun olması, o ərazinin bütün ekoloji mühitini dəyişə bilən bir şeydir. Yəni təkcə orada elə getdim, balıq saxladım, pul qazandım məsələsi deyil. Yəni bu həm də bir dövlətin bir ekoloji yönümlü siyasətinin bir tərkib hissəsidir. Ancaq biz ümid edirik ki, müzakirəni təşkil etməkdə məqsədimiz odur ki, biz müəyyən fikirlər toplayıb və təkliflərimizi hazırlayıb müraciət edəcəyik. Göl vacib bir göl, həm yerləşdiyi bölgəyə görə, həm onun ekoloji vəziyyətinə görə, həm o iki şəhərin o su ehtiyatları ilə eyni zamanda onların o digər oturmantı sularını təmizləyib buraxmaq olar da ora, onsuz da axıdılır da. Yəni bu belə bir fikirlə biz toplaşmışıq, müzakirəni də təşkil etməkdə. Məqsədimiz odur ki, biz o təklifləri toplayıb bir təklif formasında müraciət edək hökumətə inşallah. Yuxarı Şirvan kanalının sonu bir şeyi də bildim ki, yaz ayları, yay aylarının qorunmasını çıxdırmayan qış aylarında su veriləcək. Digər tərəfdə. Hacıqabul rayonunun ki, yuxarı dağlıq ərazidən gələn yağış suları, sel suları ki gələcək. Biz həmin sel sularını da yığıb o kanalla ora verilməsini zəmətdir. Hesab edin 17 kub. O kanalla aşağıda, həmin o hissədə 22 kuba hesablanır. Əgər yağış sularını, sel sularını da gətirib biz oraya verirsək, demək Hacıqabul gölünün demək olar ki, tam ekoloji düzdür. Hacıqabul gölünün bir rejimi öyrənməlidir. Nə qədər suya ehtiyac var. Digər tədbirlər Elbrus müəllim qeyd edirlər ki, nə qədər burada tədbirlər var. Sabah gətirdik kanalla biz o suyu verdik oraya. İndi gəlir ki, o problem aradan qalxmasa, orası indi ekologlar təzədən deyəcəklər ki, yox suyu bağlayın, verməyin. Gərək bu məsələlər həll olunsun. Fikir verdim, Elbrus müəllim, çünki bizim institut müəyyən qədər araşdırmalar edir. Ekologiya Nazirliyi də o vaxt bizə onu Həmən sifariş vermişik, təkliflərimizi verdik, o təkliflər biz vermişik. Amma gəl ki, hələ büyünə kimi yetsin. Bax, indi Şirvan kanalının 2027 deyirik, ola bilsin 2027 lap əvvəlinə alır. Kanal işə düşdü, suyu da verdik oraya. Hələ deyirəm ki, yağış sularının qış aylarında o dağ ərazidə gələn bütün sel sularının yığılıb həmin kanala verilməsi nəzərdir. Amma mənim deyən bir nətərdir, Hacıqabuldan Kürdəmirə qədər olan hissədəki yağış suları tökülür ki, o kanala gəlib daxil olacaq. Heç kanalda su olmaz. Əgər yağış sularını oraya ötürə bilsək, gələcək bura, Hacıqabul gölü. Yəni bu da nəzərdə tutulur. Amma bir şey yox, bizim layihədə o var. Yağış sularının o ərazidən yığılıb o kanala ötürmək. Ona görə mən dedim ki, o 17 kub yağış suyunun gəlməsi ehtimalını götürülüb ki, gələ bilər sel suları. İndi bunları ötürdük və yaxud da dedim, indi siz bunu fikirləşin ekologlar kimi. Demək, yaxşıdır, qaldırmaq şimayətə məlumatlar bunlar yaxşıdır. Amma indi gəlin görək, gölün özündə tələb olunan o işləri görmək. Kim görməli? Gəlin o məsələndə, Ramsar deyirsiniz konvensiyasını. Ramsar konvensiyası 2 dənə bizdə Azərbaycanda, Ağgöldən
Qızılağac Görürsən. oraya daxildir. Oradan indi vəsait ayrılması, nə qədər də vəsait tələb olunacaq. O yüzden belə vəsait deyil. Yəni, bir də optimal rejimi müəyyən etmək lazımdır ki, bizə nə qədər su, hansı səviyyədə saxlamalıyıq. Biz Gölün doğrudan dərinliyi nə qədər olmalıdır? Yəni bunlar siz artıq deməlisiniz bu Elbrus şeyləri. müəllim dedi, Mahmud Şaliyə getdik, hamı əl qaldırır ki, bəs qorunur, nə olur, gedirik ki, bu günə kimi mən xahiş elədim, varım Mahmud Şaladan bir məlumatın deyir ki, Azərbaycanda Mahmud Şalı ilə məşğul olan bir adam olur. Göllərlə bu işi məşğul olur, amma yoxdur. Mən xahiş elədim ki, varsa ver. İndi heç kim də bilmir ki, bizə oraya nə qədər su lazımdır ki. Elə deyir, su verir. Nə qədər su lazımdır? Heç bir yer. Çünki ətrafında 200-ə qədər təsərrüfatlar var. Bunların maraqları da bir-birinə ziddiyyət təşkil edir. İndi bayaq da dediyi evlər var. Onlar istəyir ki, maldarını saxlaya ot olsun. Bizimkilər istəyir ki, su olsun. Su qalxanda onların otlaq sahəsini basır. Onlar da məcbur olur, müxtəlif müdaxilələr edir. Hətta qamışlıqlar yanır. Yandırırlar özləri qəsdən ki, qamış təzdən göyərsin, malqara üçün. Yəni, bunlar elə belə sadə məsələ deyil. Sağ olun, qeyri-hökumət təşkilatı ilə. Mən də həm qeyri-hökumət təşkilatı sədriyəm, həm Azərbaycan Milli Su Partiyasının sədriyəm. Amma dediyiniz o məsələləri qaldırırsa, doğrudan real iş görmək üçün əvvəlcə gölün özünü bax, qanan bir ildən sonra gələcək çox. Orada əgər biz deməli su mühiti az da olsa, yaratmaq mümkün olsa, sonra Ramsar Konvensiyası boşuna cavab verdi. Yəni orada su yoxdur bu dəqiq, onlar boşuna Su gələnə kimi olması su üçün yaransa, çoxdan onlar ora nə qədər işlər görülməlidir. O işlər görülməlidir ki, sabah su gələndə təzən problemlər olur. Bax, yol məsələsini Elbrus müəllim deyir. Evlər məsələsini dedi. Hətta sol tərəfdə gölün orada sahil bərqəmə işlər olmalı. İstəsəz, mən sizə onu da verə bilərəm. O neft quyuları ki, demək olan koordinatlarını atmış verə bilərəm ki, arada neçə, 6-7 dənə quyu var orada. gölün ərazisində. Yolun ərazisindədir. Şimal tərəfdə də İmrənadərə söhbət ondan gedir. Yəqin o kəşfiyyat quyusudur. Quyular iki cür olur. Bir istismar quyusu, bir kəşfiyyat quyusu. İndi nəsə də olsa, yəni Mən özüm də ekologiya nazirinin əməkdaşıyam. Bayaq danışdı, Cənab Prezidentin 2024-cü ildə 8 aprel tarixində Şirvan kanalının yenidən qurulmasına qədər sərəncam olundu. Yəqin istifadə etdiyim mən danışmağım biraz artıqlandı. O Şirvan kanalının yenidən qurulub torpaq məcralı kanalıdır. 1958-ci ildə tikilib o kanal. Onun o torpaq Şirvan kanalı yenidən qurulduqdan sonra istismara verildikdən sonra deməli 2027-ci ildə alınmışsa o tikilib istismara veriləcək. Orada məsələn 230.000 hektar torpaq sahəsinin əlavə suvarılmasına, 110.000 suvarılmış torpaq sahəsinin suvarma sisteminin yaxşılaşdırılmasına, 100.000 hektarla torpağın əlavə əkin dövrəsinə qaytarılmasına 346 milyon kub suyun ikisinin qarşılanacaq. Sonra torpaq məcralıdır. O kanalın yekunu gəlir Hacıqabur gölünə. Layihədə elə. Bəli. O sərəncamda elə göstərir. Bəli, beton kanal olur. Açılış da oradan başladı ya. Hacıqabulda oldu. Açılış da Hacıqabulda, təməl Hacıqabulda qoyuldu. O ki qaldı, o gölün özündə neft quyularının olması düzdür. Ətrafda həm Şirvanda, o ərazidə neft yataqları var. Biri var istismar quyuları, biri var kəşfiyyat quyuları. Burada kəşfiyyat aparıblar, yataq rentabeli olmadığına görə mən belə düşünürəm. Hani mən neftçilik deyirəm. Rentabeli olmadığına görə orada istismar quyuları qazmayıblar, bağlayıblar, konservasiya ediblər. Bu belə olur. Yəni biz nəyə görə deyirik, demirik ki, onu sadəcə olaraq yəni ekologlar onu da bir nəzərə alsınlar ki, sabahların göl suyu qalxdı, gəlib oranı basan deyəndə sabah olsa bir problem yaratmaz mı? Amma bir şey də var. Bunlar da Su obyektlərinə suyun götürülməsi, suyun icazənin verilməsi, suya tullantıların axıdılması 23 noyabr 2023-cü il tarixindən Dövlət Su Ehtiyatları Agentliyinə keçibdir. O nəzarət, o funksiya. Sırf su obyektlərinə nəzarət Dövlət Su Agentliyindədir. Burada su yoxdur. Dövlət Su Ehtiyatları Agentliyi əksinə su verir. O su verir. O yaxşı. Belə dediyim kimi o sərəncamdan həll gələn məsələlər həll olur sürətlə. Mən də çox baxıram, adam həqiqətən də fəxr edir ki, orada iş sürətlə gedir. Onun son dayanacağı ilə Hacıqabul gölüdür. Hacıqabul. İnşallah ümid edirəm ki, bu Sarpan, icazənizlə mən də təşəkkür edirəm. Bugünkü bizim kolleksiyanın tədbirinə qatıldığınız və
Çox dəyərli məlumatlarınızı bölüşdüyünüz üçün. Mən xüsusən Vahid müəllimin həm irad formasında, həm sual formasında olan fikirlərinə bağlı bir-iki kəlmə demək istəyirəm ki, bugün təşkil olunan bu tədbirin əsas məqsədi ondan ibarətdir ki, vətəndaş cəmiyyəti olaraq mövcud problemləri və potensial imkanların ictimai müzakirəsini dövlət qurumlarından, elmi tədqiqat məsələlərinin birgə müzakirəsini aparıb və nəticədə belə deyək də, cəmiyyətin maariflənməsinə həm də xidmət edir. Onsuz da su ehtiyatları öz dövlət tərəfindən Cənab Prezidentin müəyyənləşdirdiyi proqram əsasında öz vəzifələrini icra edir, Ekologiya Nazirliyi, o cümlədən digər elmi tədqiqat məsələlərdə həmçinin. Amma 2011-ci il idi, birinci dəfə Qazax rayonunda vətəndaşlarla görüşündə Cənab Prezidentin vətəndaşlara belə bir çağırış oldu. İctimai iştirakçılığın artırılmasına bağlı. Bugün biz koalisiya olaraq məhz bu prosesin icrası istiqamətində bu tədbiri bu cürə qiymətləndirib, bu cürə qəbul etməniz məncə daha məntiqli və daha doğru olardı. O ki qaldı sizin qeyd elədiyiniz su məsələsi ilə bağlı. Bugün dünyanın ən ciddi narahat edən məsələlərdən biri odur ki, 3-cü Dünya müharibəsi su uğrunda müharibə olacaq. Su ehtiyatlarının azalması və suya qarşı artan tələbat. Adını qeyd elədiniz Amur Dərya və Sır Dərya çayları. O çayların suyunun bu gün azalmasının xüsusilə Özbəkistan və Türkmənistan istiqamətində. Səbəbi odur ki, vaxtı ilə SSR-i bu suyun mənbəyi, mənsəbi Əfqanistan ərazisindədir, dağlıq hissəsindədir. Suyun bölgüsünü düzgün aparmamışdır. Suyun kvotasının çoxunu götürmüşdür Sovet İttifaqı öz üzərinə. SSR dağılandan sonra və Əfqanistanda, bugün Əfqanistanda siz onu məndən daha yaxşı bilirsiniz ki, 100 kilometrdən uzunluqda böyük bir kanal tikirilir ki, onun ətrafında Əfqanistan öz iqtisadiyyatını dirsədir. Bax, həmin çayların suyu ora axır. Və gerçəkdən də ədalətli yanaşanda su elə, belə deyək də, Əfqanistan torpağından əgər mənsəbini götürürsə, Əfqanistanın da o su ehtiyatlarından daha çox istifadə edilməsi lazımdır. Bugün Dəclə və Fərat çayının suyunun qurumasının başqa səbəbi qardaş Türkiyə Respublikasının suyun yuxarı axın hissələrində yeni dəryaçaların tikməsidir. O cümlədən bizim Kürün suyunun da azalması, Türkiyə və Gürcüstan arasında bunlar. Bu günlərin biz çox sağ olun elə hər biriniz, iştirak edən dəyərlisiniz hər biriniz. Mənim qeyd elədi, yağış suları var. Biz o suları ehtiyata çevirməyə bacarmalıyıq. Çünki irəliləyən dövrdə gerçəkdən bu günlərin bundan ilk dəfə istifadə edən İsrail dövləti oldu. Dəniz suyunu içməli suya çevrilməsi. Artıq içməli suyun özündə bir qıtlıq yaranır. Və burada yenə çox maraqlı fikirlər səsləndirildi. Elə birini də özünüz dediniz ki, Şirvan gölünün su mənbəyi kimi 3 ehtiyat var. Birincisi yağıntılardır, ikincisi şəhərlərin tulantısıdır. 60 mindən çox Şirvan şəhərinin əhalisi var. Bir 20 minə yaxında, hələ biraz da artıq olmalıdır, Hacıqabulun əhalisi var. 100 min civarındadır. Yəni bu iki yaşayış məntəqəsinin ilə tulantı suları o gölün kifayət qədər su ehtiyatlarının yaranmasına gətirib çıxara bilər və üçüncüsü də ərazidəki o dağlıq ərazilərin suları. Bax, bu baxımından biz bu müzakirəni faydalı hesab edirik və çox sağ olsun, Sadiq müəllim də təkrar səsində də qeyd elədi. Bu müzakirələrin sonunda da biz yenə sizin o dəyərli fikirlərinizi ümləşdirib, həm bu tədbirin mətbuat üçün bir açıqlaması olacaq ki, göllə bağlı belə müzakirə aparıldı, dəyərli ziyalılarımız, dövlət və elm adamlarımız bununla bağlı öz fikrini, problemin hansı mərhələsindədir, 2027-ci ildə gölə yenidən ikinci həyatın verilməsinə bağlı bu fikir cəmiyyət üçün maraqlıdır. Xüsusilə o bölgədə yaşayan insanlar üçün siz də qeyd elədiniz. O göldən yerli sakinlər daha çox üç istiqamətdə iqtisadi və sosial cəhətdən faydalanırdı. Balıqçılıq baxımından, ovçuluq baxımından və sudan öz təsərrüfatları istifadəsi baxımından. Yəni bu müzakirələrin əhəmiyyəti və faydalı olan tərəfi bundan ibarətdir. Hər birinizə təşəkkür edirəm və bu cür davam eləməyinizdə mən hesab edirəm ki, çox faydalı olardı. Var mı başqa? Davam edən, coğrafiya institutunda eşitmək istəyərdim. İstədim danışmayan neyinə çıxış edənlərə təşəkkür edirəm. Hamının dəyərli fikirləri var. O cümlədən Vaqif müəllim çox tarixi ekskursiya elədi.
Biz coğrafyaçıların fərqinədir. Biz coğrafyaçılar suya su kimi baxmırıq. Suya ekosistemin bir elementi kimi baxırıq. Və ona müdaxilə edəndə ətraf ekosistemdə nə baş verəcək onu öyrənir. Hal-hazırda Kür-Araz ovalığında ümumiyyətlə vəziyyət ağırdır. Çox ağırdır. Hidrolog su kimi yanaşır. Amma elə deyil. Kollektorlar nədir? Kollektorlar duzluluğu 4 promillədən az olmayan çirkli sudur. Hal-hazırda həmin kollektorlar düzgün idarə olunmur. Ağgöldə olmuşam. Ağgölün suyu yayda qalxır, nətər qalxır. Böyle kollektoru buraxırlar. Həmin kollektor ora qonan quşları, köçəri hamısını zəhərləyir. Və o daşıyır bütün dünya. Sağda deyir, ekosistem dəyişir. Sarısı da həmsinin o vəziyyətdədir. Kollektor suyu ilə qidalanır. Gələk Mahmud Sala 2 gün, Ağsala 2 gündən bir çığırır. Nəyə çığırırsan? Sən qurumağa məhkumsan. Bu, ora kollektorun suyunu bırakır, o qamışları heyvanlar yiyir, heyvanlarla o zirzibil, ağır metal. Mən Mil Muğan baş kollektoru ilə əvvəldən axıra kimi getmişəm, ta Neftçalada dənizə tökülənə qədər. Qırağı ilə yol var. Eyni ilə Şirvan, baş Şirvan kollektoru ilə getmişəm, nəhəng çaydılar. Dövlət proqramı var ki, bunlar təmizlənsin, bundan istifadə olunsun. Evdəki suyu təmizləyəcəm, nə bilim, yağış suyunu bıraxacam. Sən bir bunu həll elə sonradan. Kollektorun suyunu təmizlə. O sel sularını, sel nədir? Gölə axtmaq nə deməkdir? Sel deyilən şey tərkibində 20% su olan palçıqdır. Orada əsasən palçıqlı sellər olur. 2 gündən sonra o göldə olacaq. Heç onun kökəkliyi olmayacaq. Yəni, bir növ kompleks yanaşmaq, hər tərəfli yanaşmaq, araşdırmaq, ondan sonra eləmək olar. Mən Hacıbabul gölünün quruma səbəbi qarasunun məhv olunması ilə bağlıdır. Qarasu onu qidalandırırdı. Nə Göyçay, nə Ağsu çayı, nə Girdman çayı heç biri kürə gəlib çatmırdı. Onlar ancaq bolsul olanda gəlib kürə çatırdılar. Onların qabağında Vaqif müəllim bilər, tirə var idi. Suyu gətirib boşaldırdı ora, qarasu çökəkliyi əmələ gətirmişdi. Qarasu ilə su gəlirdi Hacıqabula. Hacıqabul gölü qidalanırdı. Tarixi bunun kökü, mənbəyi belə idi. Sonradan qarasuyu qurutdular. Qarasu özdə çox böyük ramsar olan dəhşətli bir yer idi. Orada elə bir şeyləri məhv eləmişik ki, vaxt deyil, insan hökuməti idi, onu da bilmirdi. Nəysə, çox uzatmayayım. Orada demək olar ki, Qarasudan sonra Göyçaya, Ağsu və sair çaylara yol açdılar. Onlar gedib kürə töküldü. Amma indi onlarda gedən hidrogeomorfoloji proseslər, o çaylarla da mən qalxmışam yuxarı, dərələrində çox dəhşətli proseslər gedir. 50 dəfə geomorfoloqlara da demişəm, gedin öyrənin, mənim işim biraz fərqlidir. Qaldı ki, məni elə gəldi ki, Vaqif müəllimin dediyindən, hidrologlar, onlar ağıllı adamlar, onlar elə belə adamlar, onlar görüb bərpa eləmək istəyirlər, onları qınamaq olmaz, burada alqışlamaq lazım. Amma belə çıxdı ki, gölün bərpa olunması çox ciddi məsələdir, yəni çox çətindir. Və bundan ötürü nə eləmiyorlar? Kollektorların suyunu təmizlər. Kürlə Hacıqabul arasında baş Şirvan kollektoru axır. Nə tərsən, Kürdən suyu götürüb verə bilərsən. Gəlin bunu da fikirləşək. Belə hazır kollektorun suyunu təmizlə verirlər. Baş Şirvan kollektorun çox güclü suya ehtiyacı var. Var, çoxdur. Bunu təmizliyin vermir. Neçəyə başa gələcək? Təmizliyin. Təmizləməmiş vermək olmaz. Nəyə görə? O çirkli sudur. Biz nasıl baxmağa dedik ki, başa gəlir. Təmizləməyə axıdırlar, hamısını. Təmizlət bir də bir, o kollektordan balıq tuturlar, insanlara satırlar. Bu qadağan olunmalıdır. Kollektor balığı insanlara satılmaz. Hacıqabulun problemi Nəvai düzündədir. Nəvai düzündə çox güclü orada bastırılmış çay dərələri var. Çox təəssüf ki, vaxtilə bunu öyrənməmişik. Onları tapıb orada yeraltı su ehtiyatları olmalıdır. Yəni hidrogeoloqlarımız bundan ciddi məşğul olmalıdır. Yəni
o bəzən yol çəkirlər orada. Yəni məsələ biraz çox uzundur, mən də çox uzatmaq istəmirəm. Gölün bərpa olunması çətindir, amma mənə elə gəlir Şirvan, Baş Şirvan kollektorundan suyu təmizləmək lazımdır, vermiyorlar. O Şirvan Milli Parkında Qızılqaz gölü var. Xərtiyə baxırsan yox göl var. Kollektorun suyunu buraxıblar ora. Orada suyunu göl yaradırlar. İndi ondan fəxr edirlər, belə falan. Sən mən bu suyu götürmüşəm ki, dənizə atın, Kürara Zobalanın qurum suları yerbeyer olursa, sən təzdən bunu qaytarırsan mənə. Burada da paradoks var, burada da ziddiyyətlər var. Təbiətə elə belə bir tərəfli baxmaq çətin məsələdir. Amma gölün bərpa olunması həqiqi mənada problemdir. Lazımdır. Problem gəlir. Acınahor da quruyub, Acınahor tavan quruyub. Mən olmuşam orada 2-3 dəfə, o göldə yoxdur. Onun bərpa layihəsi mənə təqdim olundu. Mən onda iştirak elədim. İqlimin dəyişmələri gedir, suyun geri qayıtmağı mümkündür. 50 dəfə demişəm, bu ekologiyada da demişəm, başqa məclislərdə də demişəm. Şleyf düzənliklərdə suvarılan sistem yaratmıyor. Amma Ləngəbizin ətəyi ilə aqropark yaradır, dövlət təşkil edir, 51% dövlətindir. Dövlət buna müdaxilə eləməlidir. Sən burada bunu niyə yaradırsan? Orası suyu verirsən, hamısı şleyf düzənliyidir. Orada çöküntülər yüksək su keçirmə filtrasiya qabiliyyətinə bağlıdır. Hamısı gedib aşağıda qurum sularını qaldırır. Təbiətə müdaxilə eləyəndə düşünəyində nə olaraq? Ceyrançöldə nəhəng aqroparklar yaratdılar. Deyildi, yaratmayayım. Mən çıxış elədim, dedim, yaratmayayım. Acınahorda yaratdılar, gedib baxmışam, biabırçı vəziyyətdir. Hamısı alluvial, proluvial düşkünlərdir. Yüksək su keçirmə qabiliyyəti var. Suyu verirsən yoxdur, suyu verirsən yoxdur. Cəmaatla söhbət elədim. Mənim bizə su verin. Biz burada cənnət düzəldim. Dedim, su saxlayırım torba. Amma su qalmıyor torbalıda. Ona görə də burada əkimçiliyə aparanda ehtiyatlı olmaq lazımdır. Yəni bunları düşünmək. İqlim dəyişmələri gedir. Şirin su ehtiyatı. Buna görə bizdə ciddi şəkildə azalma getdi. O da təsir elədi Hacı Qabla. Amma iqlim dəyişmələri nə qədər çəkəcək, hələ onu bilmirik. Mən bu yaxınlarda İranda oldum. Onlar Urmiyanı bərpa eləmək üçün süni yağış fikirləşmişdilər. Yəni o layihəni. Bəlkə onu burada həll eləyək, burada məsələn bunu tətbiq eləyək, süni yağış məsələsi. Mənə elə gəlir. Onun öz fəsadları var da, süni yağış. Mümkündür. Daha başa gəlir. Süni yağış yağdırmaq. Daha başa gəlir, eyni zamanda. Cənab Prezidentin göstərişi var ki, bu məsələ öyrənilsin, nümunə sahələri seçilsin, nümunə hazır Xəzər dənizi var, onda elə və yaxud da ki, Hacıqabul gölündə elə və yaxud da Acınahorda elə, yəni süni yağışı bunlarda yağdır, bir görək onun bir nəticəsi nədir? Süni yağış çox çətin məsələdir. Yəni o həm baha başa gələn proyektdir, eyni zamanda buludlarla üzərində aparılan bir işdir. O da gümüş, yod, tərkibli oksidlərdən istifadə olunur. Onlar əlindən çox absorpsiya. Problemləri var, bilirəm. Yəni buludları toplayırlar bir yerə, sən ola bilər nəzərdə tutursan, buraxsın, buraxmayacaq başqa bir yerə axa bilər və fəlakət ola bilər. Çünki Ərəbistanda bununla bağlı çox böyük tədqiqatlar aparılır, süni yağış yağdırmaqla bağlı çox böyük. Onlar 50-ci illərdən bura böyük pullar qoyublar və bir-iki dəfə onu eləyiblər, nəticə yaxşı olur. Prezidentin artıq O da göstərişi var, nümunələr olmalıdır. Həmin nümunə sahəsi bunlarda seçilsin. Amma Milli Su Strategiyasının müəllifəsi var, həmin qəntdə həval olunub Elmi Təhsil Nazirliyinə. Tədqiqat olmazsa o effekt vermir. Elə effekt verir ki, biz ondan xeyir yox, zərər verirlər. Necə Dubayda yəni gördük, necə fəlakət verdik. Başqa çıxış eləmək istəyən fikir bildirən varmı? Bizə aid nəsə lazım olsa, məncə fonda qoymuşam. Tak ki, bütün əlimizdən gələn köməkliyi edə bilərik. İndiyə qədər istədiklərimizi verə bilərik. Nə lazım olsa hamısına. İcazə verirsiniz biz. Çox xoş oldu. Hər birinizə təşəkkür edirəm. Sağ olun. Qarşıdan gələn Çox sağ olun. Həm də günü və yerlərini mübarək olsun. Çox sağ olun.